Doğğamız hazırdır. Doğğanı mən mütləq yerə qoyandan sonra duzunu vururam. Bu da qaya duzudur. Özüm kristal duzda alıb ütmüşəm. Aha, duzunu da vururam. İndi hələlik az vururam. Dadına baxacağım. Çox duzlu istəmirəm da. Bir də görsən duzlu olur. İndi noxudunu da vuracağım. Hələ indi yox. Noxudu tam pişsin. Bax, belə gözəl ləzzətdir. Deməli, burada bir nəfər var, Türkanda yaşayır, Türkan kəndində. Özünün həyətində gömgöyərtisi olur da, göyərti işinə baxır. Mən həmişə ondan göyərtini alırım, yəni öz həyətlərinin göyərtisidir. Həmişə ondan alıram, doğğamız da dadlı olur, elə yeməli göyərtilər də dadlı olur. Nanə də həyətimdən yığdım, vurdum. Bir də kəndimizin o quru nanəsi var idi, nanə qurusudur, mərzə qurusudur, onlardan da vurdum da biraz. Möhtəşəm bir doğğa. Ev qatığından, qəşəng qaymaqlı qatıqdan doğğa pişirdim. Ləzzətli. Bu balaca qatıdır. Mən qatı olanda süd tökürəm biraz. Çox yox, biraz. Çox duru da xoşlamıram. Çox da qatı xoşlamıram. 5-6 dənə bəs eləyir. Belə qəşəng dadlı olur. Belə çəkdim. Bir dənə oldu. Noxudunu da vurdum. Hazır. Mən bişirdim. Təqdimatını elədim. İndi söz sizdədir. Yazın görüm. Necədir, bəyəndiniz? Bu da qara turpdur. Qırmızı soğan. Qara çörək. İvanovka çörəyidir. Bu elə yaxşıdır ki, bu da mayasız çörəkdir.